Bugünkü mövzumuz uşaqlara dinin izahıdır. Uşaqlara dini izah edərkən onların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Kiçik yaşlı uşaqlarda dini qorxu üzərindən deyil də sevgi üzərindən aşılamaq lazımdır. Məsələn, Allah səni çox sevir, o bizim isinməyimiz üçün bizə günəş veribdir, o mərhəmətlidir. Bu şəkildə sadə və pozitiv cümlələrlə. Unutmayaq ki, bu yaşda uşaqlar sözdən çox davranışa fokuslanırlar. Ona görə də bir ailədə mərhəməti, paylaşmağı, dürüstlüyü görürsə, bu uşaq üçün ən böyük, güclü dini dərsdir. Digər bir tərəfdən, kiçik yaşlı qızların hicaba keçirilməsi ilə bağlı məlumat verəcəm. Bu, kiçik yaşlı qızların hicaba keçirilməsi məcburiyyət üzərindən doğru qəbul edilir. Çünki bu yaşda onların kimliyi formalaşmır. Gələcəkdə bu onlarda öz bədənlərinə və dinə qarşı mənfi rəy yarada bilər. Ona görə bu seçimi onlar böyüdükdən sonra onlara buraxmaq lazımdır. Yəni, dini uşaqlara sevdirməyin yolu məcburiyyət, qorxu yox, sevgi nümunə əsasında olmalıdır.